Sabunun ağacda yetişdiyini desəm buna inanardınız. Bəli, Hindistanda sabun ağacda yetişir. Bu bitkinin adı Rita bitkisidir və bu bitki nəinki köpük vermə xüsusiyyətinə malikdir, 14 bakteriyanı öldürür, yara sağaltmaq xüsusiyyətinə malikdir. Bitkinin tərkibində 54 çeşiddə maddə var. O maddələrdən biri saponin maddəsidir ki, köpük vermə xüsusiyyətinə malikdir. Yəni saponin bərabərdir su ilə təmasda olduğu zaman köpük. Evdə, saçlarında, duş alarkən, paltarlarını yuyarkən bu təmizlik vasitəsindən istifadə edirlər. Hətta bir İtalyan alimi qanq suyundan Hindistan əhalisi bu qədər səmərəli istifadə etdiyi halda niyə xəstələnmirlər deyə araşdırdığında bəlli olub ki, qanqın sahilləri boyunca yetişən bu bitki qanqın suyunu təmizlədiyinə görə insanlar xəstələnmirlər. Ona görə də Avropa insanları bu bitkini kəşf etdilər və artıq Avropada insanlar da bu bitkidən səmərəli şəkildə istifadə edirlər. Və nəhayət 2006-cı ildə Türkiyənin Dənizli şəhərində qurulmuş bir şirkət var idi ki, o şirkət bu bitkini araşdırır və bu bitkidən təmizlik vasitəsi istehsal etməyə qərar verir və bu bitkini patentləşdirir. Bu şirkətin adı Ersağdır. Əgər siz də orqanik təmizlənmək istəyirsinizsə, kimyasallara məruz qalmadan sağlam həyat tərzi yaşamaq istəyirsinizsə, buyurub bizə müraciət edə bilərsiniz.